Tengahlıda çok olan bilmiyor, nakletine. Getiriyor, getiriyor. Sizin işleyenler çek, böyle işleyenler. O kadar tədbir keçirdik. 2,8,6% artıq Azərbaycanda. Benzin qiyməti qalxdı. Mən bir daha hər birinizi salamlayıram. Xoş gəlmisiniz deyirəm. Bugünkü bizim tədbirimiz loqolardan yəqin görürsünüz. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Şurasının və Qubada fəaliyyət göstərən Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin layihəsi əsasında gerçəkləşir. Məqsəd də gənclərin, yeniyetmələrin zərərli vərdişlərdən, pis vərdişlərdən uzaqlaşdırılması barədə məlumatlandırmadır. Sizin qarşınızda bukletlər paylanılıb, onlar hər biri sizindir və siz o bukletləri götürəcəksiniz, oxuyacaqsınız, ətrafınızdakı gənclərə məlumat verəcəksiniz ki, zərərli vərdişlərdən uzaq olma istiqamətində siz onlara bir növ yol göstərəsiniz. Ümumiyyətlə, zərərli vərdişlər deyəndə biz çox şey fikirləşə bilərik. Demək olar ki, insanın mənfi cəhətdən aludə olduğu hər bir şey zərərlidir. Amma zərərli vərdiş deyəndə ilk əvvəl beyinə gələn nə olur? Sigaret, narkomaniya, alkoqolizm və bugünün özündə də artıq internetin özü də bir növ bəziləri üçün zərərli vərdişlərə çevirir. Bütün günü internetə aludə olmaq, bütün günü orada virtual aləmdə olub, real aləmdən uzaqlaşmaq özü də zərərli vərdişdir. Bütün günü oturaq həyat tərzi ilə məşğul olmaq özü də zərərli vərdişdir. Nə bilim, gec yatmaq, gec durmaq və s. Bütün bunları sadalasaq, insan orqanizminə zərər verən hər bir şey, belə deyək ki, zərərli vərdişdir. Və bugün günümüzdə də, xüsusilə də ölkəmizdə də il siqaret çəkənlərin, xüsusilə gənclər və yeniyetmələr arasında narkotik maddələrdən istifadə edənlərin sayı artır. Və bizim də layihənin məqsədi odur ki, biz sizə onların fəsadlarını öyrədək. Siz də seçilmiş gənclərsiniz məktəblilərinizin, kəndlərinizin və siz də gedib ətrafınızda olan gənclərə bu barədə maarifləndirmə aparasınız ki, bu zərərli vərdiş, yəni elə-belə mən siqaret çəkdim, bununla nə olacaq demək deyil. Və yaxud da bəzilərin dediyi kimi, 100 ildir bir adam siqaret çəkir, ölmür ki. Onun ölməyi lazım deyil. Əgər bir insan alkoqolizmə qurşanıbsa, siqaretə qurşanıbsa, onun nə bilim 20 yaşında xarici görkəmi 40 yaşında bir kişinin və ya qadının görkəminə eynidirsə, artıq onun orqanizmi xəstələnib deməkdir. Artıq o qocalıb deməkdir. Yəni o məcbur deyil ki, illa da ki, bu günləri nəyinəsə məşğul olsun və ölsün. Yəni, bu tipli vərdişlərdən uzaq olmaq lazımdır. Adicə bir siqaret elm sübut edir ki, 40-dan artıq xəstəliyə gətirib çıxarır. Az sonra siz videoda izləyəcəksiniz ki, siqaretin fəsadları nəyə gətirib çıxarır. Və yaxud narkomaniya. Ümumiyyətlə, narkomaniyanın, belə deyək ki, müalicəsi yoxdur. Əgər bir insan adicə bir narkotik maddə qəbul edirsə, vəssalam, onun müalicəsi olmayacaq. Nə qədər də o müalicə alsa, çünki artıq qan zəhərlənir. Qanın zəhərlənməsini də aradan qaldırmaq, bütün qanın dəyişilməsi də bəlkə ona kömək ola bilmir. İllərlə bunu görürsünüz. Və ona görə də məqsəd odur ki, sizlər də bu tipli vərdişlərdən uzaq olun. Çünki ölkəmizə, Azərbaycanımıza savadlı, bilikli, intellektual gəncliyinə yanaşı, eyni zamanda sağlam gənclik lazımdır. Çünki bir atalar məsəli var da, sağlam bədəndədir, sağlam ruh olar. Bax, ona görə də məqsədimiz də odur ki, biz bu tipli layihələri gerçəkləşdirməklə sizləri və sizin ətrafınızda olan gəncləri bu vərdişlərdən uzaqlaşdıraq və sizə doğru yolu istiqamətləndirək. Bizim layihənin ikinci hissəsi də məhz buna hesablanır. Yəni,
insanın pis vərdişdən, zərərli vərdişdən uzaq olması üçün onun asudə vaxtının səmərəli təşkili lazımdır. İnsan, gənclər müəyyən mənada asudə vaxtını səmərəli keçirməlidir ki, o əyri yollara gedə bilməsin. Bax, bu layihənin ikinci hissəsi də həmən asudə vaxtın səmərəli təşkilidir. Hansı ki, biz sizə intellektual yarışlara cəlb eləməklə, bu tipli bilikli, əyləncəli oyunlara cəlb eləməklə sizin asudə vaxtınızı səmərəli keçirməyə çalışırıq. Və bütün müxtəlif yarışlarda da iştirak eləməklə uğur qazanacaqsınız. Kəndiniz də, ətrafınız da, tanışlarınız da sizinlə fəxr edəcək. Başını diqqətlə izləyəsiniz. Çünki orada kifayət qədər geniş məlumatlar var. Sizə paylanan bukletlər də sizindir. Siz onları da götürəcəksiniz. Ətrafınızda olan gənclərə də onlardan Siqaret ağciyəri məhv edir. Siqaret tüstüsü içəri çəkildikdə ağciyər yavaş-yavaş zəhərli qazlarla dolmağa başlayır. Bu proses tez-tez təkrarlandıqda ciyər getdikcə öz funksiyasını itirərək vərəm və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Gələcəkdə xoşbəxt bir ailəyə sahib olmaq, sağlam övlad böyütmək, əzabsız həyat yaşamaq istəyirsinizsə, siqaretin əsiri olmayın. orada biraz sakin olun da. Adi görünən o zərərli vərdişlərin sonunda insidiyə başlayacaq yarışımızdan bir komanda gəlib geri qoşulacaq, o qeydiyyatdan keçsinlər. Məlumat üçün deyim ki, sizə 12 sual veriləcək, plan mərhələsində iştirak edirsiniz. Orada da uğurlu yerlər tutanlar Uğanın 20 komandasına cəlb olunacaq, hansı ki, bəlkə də izləyirsiniz. Bəlkə də İctimai Televiziyasının xəmsə yarışında Quba komandası yarışacaq.
ona oturun bax. Ən azı təcrübə toplayın. Yəni dəfələrlə yarışlarda iştirak edən gənclərdən seçilmiş komandadır. Bunlar da seviyorlar yəni. Zaman yarışlar keçirilir və bunlar məktəblərdə intellektual qurğan yaradılmasına bağlı. Onunla bağlı hər həftə bunlarda təhsil şöbəsində yarışları keçirik. Burada iştirak edirlər. Zonalarda olanda sizi dəvət edirik ki, bir növ bilik və bacarıqlığı təkbirləşdirə Harda nə zaman oyununa başlayırıq və ilk sual. Nan, doko, itsu. Mən sizə məşhur bir oyunun Yapon dilində adını dedim. Siz isə onun mənə Azərbaycan dilində adını deyin. Vaxt. Saniye kalmış, saniye kalmış. Beş, dört, üç. Cevabını yığır. Cevabı kaldırmak lazımdır. İkinci defa bu hal tekrarlansa cevap qəbul olmayacaq. Son 10 saniye cevabı. İki komanda tam dəqiq cavab verir. Söhbət bəzi komandaların yanlış cavab verdiyi oyundan yox. Doğru cavab nə, harda, nə zaman. Kim, harda, necə yox. Nə, harda, nə zaman. Bənövşə və Ansar. İkinci sual. Bu siyahıda 116-cı Livermoriumdur. Bəs birinci nədir? Vaxt. Yedi, altı, beş, darlıq edən komandanı qovacaq. Özümüzə dəvrə var. İkinci element Livermorium idi, birinci element isə hidrogen. Məzunlar Tay dilində 5 rəqəmi belə səslənir. Ha. Bəs Taylandlılar SMS-lərdə 555 yazmaqla nəyi ifadə edirlər? Vaxt. Adam son 10 saniye. 555 sadece ha. Öyle. Öz uşaqlarından üçünü belə adlandırıb. Fafa, Soso, Lala. Digər dördünün adını cavab kartınıza yazın. Vaxt. Son 10 saniye. 3, 2, 1.
Çekil, çekil. Dünyasına göre isə İstanbul fəth edildi. Suala 4 komanda doğru cevap verir. Ne vardı ne zaman oyuncu kartlarında? Evet, xüsusilə də bunu çox oynayan komandalar belə səhvliyir. Aparıcının hərəkəti, jesti, mimikası, nə bilim, vurğusu, danışığı, səs tembri, Iceberg əlindəki məhsullarla alışdı. Cevaplarda tartalım. Bal fırıkası hocam. Ama sohbet süfrede arak var diye oturmuyor. Kenarda çay içen bir şey var. Növbəti 8-ci sual. 2012-ci ilin ortalarında bak. 2012-ci ilin ortalarında Seul şəhərinin Son saniye. Bir şey yok. 5 4 Nəsə yazın da cavab. Söhbət hamınızın əzbər bildiyi rayondan gedir. Qanqam rayonu. Qanqam stayildən söhbət gedir. O rayonun adı da Qanqam və yaxud ərazi. Bırak, bir çek bana. Neyse. Argentina. Bir ve bak. 10. sual. Bir neçə xəstədə burun xərçəngi tapdı. Son sular Avrupa'da ilk defa Üç, iki, bir ve yavaş yavaş özlerine gelir, məntiqi tuturlar. Səndəl ağacı sizə kömək edir. Səndəl, ayağa səndəl gedirlər. Söhbət ayaqdan gedir. Gözlə yazan var, başla yazan var. Gözləməyə səbəsindən davet edər. Və biz İngilis məsələnin Azərbaycan qarşılığı belə idi sadəcə. Qarışqadan fil düzəltdir. Güneş, Ərməki və Ays. Komandaların 6 xanı. Abdul Ələkbərov və Akif Mirzəyev nəyi idarə edir? Dəqiqləşdirmə
seçilmədən sonra da cavabı Hansı kanalda olacaq? elan olunacaq. Bakı üçün əlamətlər arsa 62-ci ildə baş verir. Söhbət Bakıda metronun açılır və o ərzəki komandasının cavabı doğru cavabı kimi metronu idarə edirlər onlar. Onlar zaten söhbət Finlandiya milli bayramında rənglər nə rəng olur? Finlandiyanın bayrağının rəngi ağ və göl. Ay Ümid. Müzakirə. Müzakirə. Mən başma. Az önce biz Tengəaltı zonasında yarışlar keçirmişdik. Tengəaltı zonasından daha aktif oldu burada və demək olar ki, gərgin keçdi. Və mən istəməzdim ki, hansısa komandaları biz burada, belə deyək də, kənarda qoyaq. Burada uduzan yoxdur. Hər kəs qalibdir. Çünki siz yeni məlumatlar əldə edirsiniz, yeni biliklər əldə edərdiniz və asudə vaxtınızı səmərəli keçirdiniz. Və bu yarışlarda davamlı iştirak eləmək istəyirsinizsə, hansı ki, bununla bağlı Təhsil Nazirliyində, orada sakit olun, mən sizin üçün danışıram. Xahiş olunacaq. Təhsil Nazirliyində müvafiq əmri var və siz məktəblərinizdə bu işlərlə məşğul ola bilərsiniz, biz də sizə kömək eləyə bilərik müəyyən suallarda. Beləliklə, mən istərdim burada 3-cü yeri tutduğuna görə əlavə suallarınla. 3-cü yeri tutduğuna görə, amma reyting xalına görə 3-cü yeri tutdular, onların 17 reyting xalı oldu. Bura dəvət eləyim Ərməki komandasını, kapitanı. Qeyd edelim ki, ilk dəfə iştirak edirlər və ilk dəfə üçün uğurdur ora bax. Uğurlar. İkinci yeri tutan komandanın finala çıxıb çıxmayacağı bu digər yarışların nəticələrindən asılı olacaq. Elə bir şey olacağı halda həmən komandaya məlumat veriləcək. İkinci yeri də reyting xalına görə onların 20 reyting xalı vardı. Biz bura Iceberg'in kapitanını dəvət edirik. Bir vahid komandası. Uğurlar, çok güzel oynadınız. Orada. Və hesab edirəm ki, şəhərə yaxınsız siz zonalarda keçirilən yarışlarla yanaşı şəhər yarışlarında da iştirak edəməlisiniz. Və Qubada keçiriləcək finala vəsiyə qazanır 7 xal toplamış məzunlar komandası. Kapitan yaxınlaşsın bura. İkinci nücəli bir sayılı orta məktəbi. Uğurlar. Uğurlar. Hər birinizə ilk 3 komandanı mən istəyirəm bura toplaşsın. Burada ümumi bir şəkil çəkdirək. Bəs niyə bir dənə resmi 10 metre çəkin? Bir dənə və... Bir də? Bir dənə çək. Çəkdim hamısı düşdü. Birini də çək. Təşkilatın səhifəsinə girirsiniz, orada səhifə yazılır. Gəzər, nə istəyirsiniz? Girin, mən bilirəm, Bambus Face'də də varsınız, internetdə də varsınız, hər şey.